Yanvar ayının bu tarixlərində dəfnə yarpağı yandırın. Görün həyatınız necə dəyişəcək. Yanvar ayının bu tarixlərində dəfnə yarpağı yandırın. Görün həyatınız necə dəyişəcək. Yarpaqları uğur, sərvət və mənfilikdən qorunma ilə əlaqələndirilir. Dəfnə yarpaqları güc, qələbə və qorunma bitkisi hesab olunur. Xalq ənənələrində onlar uğur, bolluq və həyatda əlverişli dəyişikliklərin cəlbediciliyini simvolizə edir. Dəfnə yarpaqlarının qoxusunun daxili enerjini artırdığına, narahat düşüncələri aradan qaldırmağa kömək etdiyinə və müsbət qərarlara ilham verdiyinə inanılır. Yeni imkanlar açmaq, uğurlar və maliyyə rifahını cəlb etmək, enerji və özünə inamını yeniləmək üçün təsirli görüşlərdə dəfnə yarpaqlarından istifadə tövsiyə edilir. Yanvar ayında güclü tarixlər. 6 yanvar, biznesdə durğunluq sona çatacaq və yeni impuls yaranacaq. 11 yanvar, narahatlıqların yerini daxili dinclik tutacaq. 17 yanvar, maliyyə və peşəkar uğurların artması. 22 yanvar, maneələr aradan qalxacaq, planların həyata keçirilməsi asanlaşacaq. 28 yanvar, yenilənmiş enerji, artan özünə inam.